ona dedim. Dedim ki elçi gönderip veremezsin bize. İndi neyniyek? Ana! Neyniyek? Bize hiç ne lazım değil. Lazım değil, ne kanırsınız siz? Senin vaktinde olurdu böyle şeyler ana. Atanızın qəbrini and içmişəm ki, balalarım yetimlik ne olduğunu bilmeyecekler. Ana! Yok. Bizlerde dul arvadıcıyı siz gelin köçürerler. İstəyirsən, bu oğlandan yaxığı qutarım. Onunla mənim öz hesabım var. Ancaq onu qovlamaqla işlər düzəlməyəcək. 5 qız zarafat deyil. Məhəbbət dediyim bax, o ot kimi şeydir. Qabağını almaq olmur. Zərifdir, amma asfaltı deşir. Betonu da deşir. Yükün ağırdır İbrahim. Birini köçürməmək, o birisi böyüyəcək. Bir-iki dəfə adam göndərmişim dalınca. Ya sənə çatdırmayıblar, ya da yaxşı deyil. Yaxşı iş görmürsən də. Uzun sözün qısası. Gəl əl tutaq bir-birimizə. Sən mənə emalatxanamda, mən də sənə bacılarımın xeyir işlərində kömək edeyim. Beşinə də keyfin istəyən kimi toy eləyək necə ki lazımdır. Dəmdəstgahı ilə. Pis qazanmazsın mənim yanımda. Qəsəbədə ərənin qapısında bir maşını var. Müştəri əlinə tərpənmək olmur. Hələ kənardan gələnlərə demirəm. Mən nə eləməliyəm? Əşə heç nə. Energiyə göz qoyacaqsan. Səhər-səhər kompresor yoxla, gördün qaydasındadır, çıx get zavoduva. Axşam yenə də ayaq üstü bir deyərsən bizə. Qapının ağzıdır. Razılaşmasam necə? Mənə bax.